Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar, xoş gördük sizləri. Qeyd edeyim ki, sizinlə mən jurnalist Elmin Bədalovam, siz işə düşdük proqramına baxırsınız. Belə ki, proqramımızın bugünkü qonağı liberal, gənc vətənpərvərlər və dövlətçiliyin inkişafı üçün yorulmadan gecə-gündüz çalışanlar təşkilatının sədri Hünər bəydir. Xoş gördük Hünər bəy, studiyamızda sizi xoş gəlmişsiniz. Çox sağ olun, xoş gördük. Mən sualımıza keçid almaq istəyirəm Hünər müəllim. Belə ki, sosial şəbəkələrdə son günlər müzakirə səbəbi olanlardan biri də sizsiniz. Sizin barənizdə bir çox fikirlər, mübahisələr var ki, belə konkret bu ilin əvvəli fevralın 29-unda siz öz təşkil etdiyiniz mitinqə qatılmadınız və tərəfdaşlarınızı orada qoydunuz. Biz sual vermək istəyirik. Hansı səbəbdən, niyə siz mitinqə qatılmadınız? Sualımıza cavab verin. Bu məsələ o qədər də siz dediyiniz deyil. Hünər müəllim, suala konkret cavab verin. Belədir yoxsa yox? Biz hələ fevralın 22-sində aksiya keçirməyi müzakirə edəndə belə qərara gəldik ki, aksiyanı bir həftə sonraya saxlayaq. Hünər müəllim, sualdan yayınmayın. Mən sizdən tələb edeyim. Fevralın 29-unda öz təşkil etdiyiniz mitinqə niyə qatılmadınız? Hünər müəllim, cavab verin. Bu sualı verənlər nəzərə almalıdırlar ki, il-ildən fərqlidir. Elə illər var ki... Xahiş edirəm, suala dəqiq cavab verin, Hünər müəllim. Verirəm də, biraz hövsələniz olsun. İmkan vermişsiniz axı. Mən elə indicə bu sualın üstünə gedirəm. Yox, siz suala qaçırsınız, Hünər müəllim. Buranın sahibi mənəm, xahiş edirəm. Mənim işimə qarışmayın, suala dəqiq cavab verin. Nəzərinizə çatdırıram ki, aksiyanı təyin edəndə bilmirdik ki... Bir dəqiqə, nəyi bilib bilmədiyinizin mənə dəxli yoxdur. Suala cavab verməkdən qaçmayın, Hünər müəllim. Ayşa, oradan o qapını bağla görüm. Hünər müəllim, cavab verin, görün, mitinqə siz niyə çıxmadınız? Ayın 29 mitinq idi, siz mitinqə qatılmadınız, tamaşaçılarınız İcazə verin deyim. Mən və mənim müavinim. Hansı müavininiz, Hünər müəllim? Bir dəqiqə. Xahiş edin, baxın Hünər müəllim. Baxın, budur yoxsa yox Hünər müəllim? Budur. Bəli, budur. Aksiyanın fevralın 29-unda keçirilməsi təşəbbüsü ondan gəldi və mən razılaşdım. Aha, razılaşdınız. Onda bəs ayın 29-unda mitinqə niyə çıxmadınız Hünər müəllim? 29-un niyə mitinqə çıxmadınız? Sizə Amerikadan, İrandan, yoxsa Rusiyadan təzyiq olurdu? Cavab verin, Hünər müəllim, cavab verin. Məsələ ondadır ki, biz fevral ayının 29-unda aksiya keçərkən ilin məsələyə dəxli yoxdur. Hünər müəllim, mən sizdən tələb edirəm, istintaqla, üzr istəyirəm, jurnalist təhqiqatı ilə səmimi əməkdaşlıq edin. Mən sizi səmimi olmağa dəvət edirəm, Hünər müəllim. Səmimi cavab verin, hər şeyi boynunuza alsanız, hər şeydə yaxşı olar, sizin xeyrinizə olar, bizim tamaşaçılarımızı maraqlandırır. Səmimi olun, Hünər müəllim. Boynumu alıram, etiraf edirəm. Hə, boynunuza alırsınız. Aha, deyin görüm, onda ayın 29 mitinqə niyə çıxmadınız? Niyə çıxmadınız, Hünər müəllim? Çünki fevralın 29-u günü olmadı, ay 28-dən idi. Aksiya birinə qaldı və cəmaat çaşbaş qaldı. Buna görə sadə cavab budur. Eləmi? Bu qanedici cavab olmadı. Bəli, üzr istəyirəm, hörmətli tamaşaçılar, çox təəssüf ki, bizim efir vaxtımız sona çatdı. Qeyd edim ki, siz işə düşdük proqramına baxırdınız. Sizinlə jurnalist mən Elmin Bədalov idim. Qeyd edim ki, studiyamızın qonağı Hünər müəllim idi. O bizim suallarımıza cavab verməyə çalışdı. Hər vaxtınız xeyir, əziz tamaşaçılar, xoş gördük sizləri. Siz işə düşdük proqramına baxırsınız. Qeyd edim ki, sizinlə aparıcı mən Elmin Bədalov. Yaxşı təzədən Rek 2. Yox, siz suala qaçırsınız, Hünər müəllim. Buranın sahibi mənəm, xahiş edirəm. Mənim işimə qarışmayın. Sən nə danış?